Remontun pulunu göndərində müəllim indi yazıb ki, hazırsa ver, hələ 3 nəfər verib remontun pulunu. Yəni mən qoysam 4 nəfər olacaq 29 nəfərdən. Yəni onu çalışın bugün, ən uzağı sabaha, yəni bugün kart atanlar açsınlar hamısı. Kart ata bilməyənlər sabah Cansuya versin nağd şəkildə. Ya mütləq bugün sabah həll edin. Bu səs yazısından sonra bəzi valideynlər pulu vermədiklərinə görə Aygül adlı xanım qrupa yenidən səs göndərir. Bu dəfə isə tələb formasında. Remont pulunu verməyən qızlar, gəlin mən hamıza şəxsi yazımda verməyənlərə düzdürmü? Yəni bu qrup var ki, bura yazılır, söz bütün valideynlər də oradan eşidir. Yəni mən tək 28 nəfər əgər özüm yazacamsa, onda bu qrupu dağıdım, hamıya bir-bir yazımda nə pul lazımdırsa. Bunu verin də, bilirsiniz ki, verməlisiniz. Müəllimə özü qrupa yazıb ki, verməlisiniz. Məsələ təmir pulu ilə də yekunlaşmır. Bu dəfə tort və gül pulu üçün vəsait tələb olunur. Məktəb başlayır, deyəcəksiniz, Agil başladı yenə. Bilirsiniz ki, məktəb başlayır. İnşallah sentyabrın 15-nə müəllimə üçün bir dənə gül fikrim var. Yəqin ki, məndən hamı eyni fikirdə olar. Məncə etiraz eləməzsiniz. Yəni 5 manatdan yığacağıq. Çox böyük bir pul da deyil. Məncə nə vaxtda sakit oturmuşuq. Yavaşdan başlayaq. Daha sonra müəllimin ad günü üçün qızıl zinət əşyalarının alınması üçün valideynlərdən pul istənilir. Ayın 22-si bilirsiniz ki, müəllimənin ad günüdür. Ona görə dedim yazın, keçən bir şey eləmədik. Yəni razısınız da, heç olmasa 15-20 manatdan yığaq deyirəm. Ki, nəsə bir şey, məsələn, tutaq ki, 20 nəfər yığsa, nəsə bir qızıl, məsələn, sırqadanmı, üzükdənmi də hər nədə bir şey ala bilərik. Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanım tələb olunan vəsaiti verməyən valideynləri yenidən təkidlə pulu vermələrini istəyir. Bu dəfə isə söhbətdə direktor müavininin adı hallanır. Müəllimə ilə danışdım və elimdən çıxıb istədim, indi yadıma düşdü. O da sağ olsun zavuçla danışdı, deyirdik tökdüm nə qədər, indi kimisə sinfindən çıxardacaqlar, kimisə yəni yerin növbəsini eləyib. Bizi deyir, daha gün məni vəziyyətdə qoymayın. Dedim, yox, mənim arxayın olun, qızlar danışıblar. Yığırıq, inşallah 4-cü günə qədər pul məndə hazır olacaq əlimdə. Sən də gedərsən, zavuça özün sahib, özün verərsən. Hamıya da sərf eləyir, yəni heç kim də boyun qaçırtmasın. Heç olmasa 10 manat da olsa, heç olmasa verin, çünki bəzi qızlar var, heç o bir pulu atmayıblar 5 manata. Məsələ ilə bağlı valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanımla əlaqə saxladıq. O bu halların məcburi olmadığını, təşəbbüs xarakterli olduğunu və təlimatların isə məktəb rəhbərliyi tərəfindən verildiyini bildirib. Bununla bağlı 9 nömrəli məktəbin direktoru Qərənfil İbrahimova ilə də əlaqə saxladıq. O bütün iddiaların əsassız olduğunu qeyd etdi. Kim bildirir məktəb tərəfindən nə yığırlar, mən anlamıram, nə edirlər, nə etmək istəyirlər. Yəni mən başa düşmürəm, nə etmək istəyirlər. Siz onda bunu təksib edirsiniz bu məlumatı? Mən and olsun Allaha, heç xəbərim yoxdur. Mənim elə şeylərdən qətiyyən, mən neçə ildir müəllimə işləyirəm. Bu nə deməkdir? Bu nə yığırlar, nəyə yığırlar? Hələ məktəb başlamayıb. Məsələ ilə bağlı Abşeron Xızı Regional Təhsil İdarəsinə də müraciət etdi. İdarədən Xəzər xəbərə bildirildi ki, məsələ araşdırılacaq.